Salamünaleyküm. Mən bugün sizlərlə Pakistan və Afqanistan arasında baş verən konflikt və bunu sonu görsənməyən bir müharibəyə çevrilə biləcək təhlükəsindən danışmaq istəyirəm. Bəzən bizdə elə fikir formalaşır ki, danışmaq üçün mütləq ya jurnalist, ya hərbiçi, ya da siyasətçi olmalısan. Xeyr, mən vətəndaş olaraq öz mövqeyimdən çıxış etmək istəyirəm. Hadisə necə görsənir Azərbaycan vətəndaşının gözü ilə baxanda. Bu müharibə çox ağır sonluqla nəticələnə bilər və sonu da bəlli olmayan bir nəticə ilə. Çünki bu müharibədə çoxlu dövlətlərin də marağı var və bu dövlətlərin ən başında duranların biri Amerikadır, digəri Çindir və yerdə qalan Hindistan, Rusiya, İran və İsrail. Bunların hər dövlətin öz marağı var. Demək olar ki, bu müharibə getdikcə körlənəcək, böyük bir regional fəlakətə çevrilə bilər. İki müsəlman dövləti bir-birini qırıb, demək olar ki, məhv edilmək iqtidarındalar. Çünki Pakistan ən böyük müsəlman dövlətlərindən biridir və eyni zamanda ən müasir silahlarla silahlanmış və atom silahına malik bir dövlətdir. Əfqanistan isə öz-özlüyündə bu uzun illər bütün imperiyalara deməli qalib gəlmiş. Bəli, hələ bir Əfqanistanı zəbt edən bir imperiya yoxdur bu dünyada. Çox döyüşkən xalqdır, xüsusən Taliban rejimi deyilən orada bir Taliban rejimi var və bu Taliban indi hakimiyyətdə olduğundan daha çox döyüşkənliyə meyillidir və bu döyüşkənliyin də əsas verən səbəblərdən biri bu imperiyalar buranı Sovet hökuməti, hətta Amerika, sonuncu Amerika buranı tərk edərkən, demək ki, yarımçıq qoyub qaçarkən küllü sayda silahını qoyub burada getdi. Aparmaq sərf eləmədiyindən ən müasir silahlarını belə Əfqanistana qoyub çəkilib getdilər. Və bu da bugünkü Talibana imkan verir ki, Pakistan kimi böyük bir dövlətlə müharibə elan eləsin. Müasir silahlarla silahlanmış bu saat Əfqanistan demək olar ki, mövqe döyüşlərinə girib və bunun da sonu görsənməyən bir nəticə ilə nəticələnəcək. Əgər vaxtından müdaxilə olmasa, vaxtından müdaxilə eləmək üçün mütləq bir güc lazımdır. Bu güclərin də heç biri bu müharibəyə təsir eləmək istəmir və marağında da deyil. Gücü yeganə saxlayan bir güc varsa da bu dünyada, o da çoxunun bəyənmədiyi, çoxunun da bəyəndiyi, bizim hamımıza məşhur, bəlli olan Cənab Ərdoğandır. İstəsə bu müharibəni hər iki tərəfin marağına da uyğun. Bu Türkiyə yeganə dövlətdir ki, burada maraqsızdır və Türkiyə prezidenti Erdoğan isə demək olar ki, bu müharibəni saxlayacaq yeganə bir gücdür. Başqa digər bir şəxslərin müdaxilə eləmək şansı yoxdur.